العالمين صلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين. Selamun Aleyküm. Mənzərənin nə qədər ağır olduğunu mənə elə gəlir ki, kiməsə göstərməyə ehtiyac yoxdur. Çünki hər kəs görür ki, hansı mənzərənin üzərində zam olmuşuq. İlk öncə Allah Teala'dan istəyirik ki, Allah Teala rəhm eləsin. Allah Teala günahlarını bağışlasın. Allah Subhanahu wa Ta'ala sorğu sualını asanlaşdırsın. Allah Teala salihlərə qovuştursun. Allah Teala yaxınlarına səbir versin. Və elədir ki, həyat Allah Subhanahu Ta'ala bildirib ki, insan dünyaya gəlib və dünyadan gedəcək. Allah Teala bildirir ki, minhə xalaqnakum və fihə nu'idukum və minhə nukhrijukum taratan ukhra. Sizi oradan yaratdıq və bir daha ora qaytaracağıq və oradan çıxardacağıq sizi yenə. Allah Subhanahu Ta'ala insanı dünyaya gətirib, elə belə gətirməyib, əzəmətli bir məqsəddən ötürü gətirib. Allah Teala bildirir ki, Quran-ı Kərimdə bir çox yerdə insan boşu-boşuna yaranmıyor. Əfəhəsibtum ənəmə xalaqnakum abəsən və ənəkum iləynə lə turcəun. Allah Teala deyir ki, siz elə hesab edirsiniz ki, biz sizi boşu-boşuna yaratmışıq, siz bizə qayıtmayacaqsınız. Allah Teala nə deyirsə düz deyir. Və mən astaqı minallahi qilə. Kim Allahdan daha doğru deyə bilər? Və mən astaqı minallahi hədisə. Kim Allahdan daha doğru danışa bilər? Allah nə demişdirsə oldu. Allah gətirdi dünyaya və biz necə görürük artıq getdi Allaha. Allah Teala'nın huzuruna gedir. Allah Teala'ya elədiyi əməllərin cavabını verməyə gedir. Allah Teala deyir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri, insanları yaratmışam ki, mənə ibadət eləsinlər. Mənə ibadət eləyib, ibadətlərdə məni təkləşdirsinlər. Əmirlərim və qadağalarım üzərində yaşasınlar. Vallahi əzəmətli bir mənzərədir. Hər kəsin gələcəyi, keçəcəyi bir mənzərədir. 3 dənə diyar var. Birinci diyar dünya diyarıdır. Bizim hal-hazırda olduğumuz diyardır. İkinci diyar hal-hazırda dünyasını dəyişən şəxsin getdiyi diyardır. Bərzaq diyarıdır. Hansı ki fasil deyirlər. İki diyarın arasını ayırır. Dünya ilə axirətin. Dünya diyarından gözləmə diyarına gedir. Ahirətdə dirilmək üçün. Allah Teala başqa ayədə bildirir ki, يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاءً كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ. O gün insanlar qəbirlərindən surətli şəkildə çıxardılacaqlar və çıxacaqlar. Sanki ətrafa yayılmış çiğitkələr kimi olacaqlar. Niyə çıxacaqlar qəbirlərindən? Aləmlərin Rəbbi olan Allahın huzurunda dayanmaq üçün vallahi. لِيَوْمٍ عَظِيمٍ. Əzəmətli birdən gün deyib Allah Teala qiyamət gününə. Sən soruşa bilərsən, niyə görə əzəmətli gün deyib? يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ. Ona görə ki, insanların hamısı, hər bir insan, aləmlərin Rəbbi olan Allahın huzurunda dayanacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, مَا مِنْكُمْ مِنْ أَهَدٍ إِلَّا وَسَيُكَلِّمُهُ رَبُّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تُرْجُمَانٍ. Sizdən elə biri yoxdur ki, Allah Teala qiyamət günü onunla arasında heç bir tərcüməsi olmadan danışmasın. Vallahi Allah səni danışdıracaq. Allah Teala səni təkbətək dindirəcək. Ey qulum, sual verəcək Allah Teala sənə. O suallar üçün cavab hazırlamalısan. Bu qaranlıq məzar üçün fikir verin. Hamı gedəcək. Oğlu da gedəcək. Qardaşı da gedəcək. Gələn qohum əqrəba hamı gedəcək. Lakin nə qalacaq? Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi əməllər qalacaq. Əgər varsa salih əməllər qalacaq. Allah qorusun o gündən ki, salih əməllərlə qalasın. Allah Teala bildirir ki, Quran-ı Kərimdə Əl-məlu vəl-bənunə zinətul həyatid dünya vəl-bəqiyyatu salihatu xayrun ində rabbikə səvabən və xayrun əmələ. Dünya həyatı, oğul, uşaq, o yığın mal, mülk, qadınlar, dünyanın bərbəzəyi, hamısı dünyanın ötücü ləzzətləridir, bərbəzəyidir. Allah qatında xeyir və ümid baxımından ən yaxşı olanlar
qalıcı olan salih əməllərdir. Əgər varsa salih əməllər artır. Əgər yoxsa Allah Teala'ya tövbə elə. Bu gün üçün hazırlaş. Vallahi fikir versəz, biz zənn edirik ki, inşallah hörmətli insanlardan olub. Yer üzərində hörmətli insanlardan olub. Lakin fikir versəz, heç kim demirdi ki, filankəsi götürün kənara qoyun. Hamı deyirdi ki, meyti götürün kənara qoyun. Veya meyti belə qoyun, belə qoyun. Belə yiyin, belə kəfənləyin. Onu vurun ona. Adını götürdü Allah Teala dünyadan. Allah Teala fəxr elədin adını alacaq səndən. Allah Teala fəxr elədin hörmətini alacaq. Allah Teala öyündüyün malını, mülkünü hamısını alacaq səndən, tək gedəcəksən. Qiyamətə tək gedəcəksən, Allahın üzrünə tək gedəcəksən. Və mən müsəlmanam deyirsən. Müsəlman ibadətlə tanınır. Allah Teala öz peyğəmbəri, bizim birinci atalarımızdan olan, tək Allaha ibadət edən İbrahim Aleyhisselam'dan danışır. İz qale lehu rabbuhu eslim. Rabbi ona dedi ki, ey İbrahim, teslim ol. Qale əsləmtü li rabbil ələmin. O dedi ki, mən aləmlərin Rabbi olan Allah'a teslim oldum. Teslim olmaq lazımdır Allah'a. Allah'a ibadət eləmək lazımdır, itaət eləmək lazımdır. Biz de burada Kur'an-ı Kerim'den birçok sureler okumaya bacarırıq. Bazı şeyler eləməyə bacarırıq, lakin vallahi fayda vermeyecek. Okuduğumuz Yasin suresinde Allah Teala diyor ki, ben Kur'an-ı Kerim'i gönderdim, diri olanlar, gözleri gören, kulağı eşiden, kalbi döyünen, hissiyatı olanlara okuyasan, onları benimle karşılaşacağı günden korkuzasan diye. Kur'an-ı Kerim gelmeyip, eşitmeyenleri okumak için. Kur'an-ı Kerim gelip eşiden kulaklara eşittirmek için. Kur'an-ı Kerim gelip içinde olanlara emel elemek için. Kur'an-ı Kerim gelip onu təzim eləmək üçün, həyatımı oradan götürmək üçün. Kur'an-ı Kerim gelip bugün burada tək qalacağın gündə hazırlaşmaq üçün. Vallahi hamınız gedəcəksiniz, ailələrinizə gedəcəksiniz, evladlarımızın yanına gedəcəksiniz, mallarınızı, mülklərinizi sayacaqsınız. Lakin tək qalacaq. Nə qədər çox sevsəz də, nə qədər hörmət qoysaz da, nə qədər yaxşı əməllərindən danışsazsa, əsas Allahın huzurunda olmasıdır. İmam Əli, Allah ondan razı olsun, qəbirstanlığa daxil olur, deyir ki, ey qəbirdə olanlar, ey qəbirdə yatanlar, siz öləndən sonra qadınlarımızla başqaları evləndi, mallarımızı böldülər, evladlarımızı xidmətçi kimi götürdülər, evlərimizdə başqaları yaşayır. Bu mənim sizə çatdıracağım xəbərlərdir. Siz mənə xəbər verin görüm qəbirdə halımız necədir. Sonra ətrafında olanlara deyir ki, Allah'a and olsun, eğer qəbirdə olanlar danışmağı bacarsaydılar, onlar Allah'ın bu ayəsini deyərdilər ki, təzəvvədu fə innə xayrə zədi təqva, əlavə eləyin, azuqə getirin, ən xeyirli azuqə Allah'tan qorxmaqdır. Yəni Allah'tan qorxmaq əmirlərin yerini yetirib, qadağalarından çəkinməkdir. Allah'tan həya eləməkdir. Allah'ın hörmətini saxlamaqdır. Allah üçün yaşamaqdır. Həyatımı Allah üçün sərf eləməkdir. Kur'an-ı Kerim'den insanların çoxsunun xəbəri yoxdur. Çünki daim ərəbcə oxunub, mənası onlara deyilməyib. Baxın Kur'an-ı Kerim'e, vallahi Rabbimiz olan Allah, sizi yaradan, göydən yağış indirən, onunla da böyle bitkilər bitirən Allah Teala Kur'an-ı Kerim'de diyor ki, Kul inne salati ve nusuki ve mehyaya ve memati lillahi rabbil alemin. De ki benim namazım da, kurbanım da, hayatım da baştan sona kadar alemlerin Rabbi olan Allah üçündür. Bu da Allah Teala'nın bizden istediği. Vallahi əzəmətli bir mənzərədir. Değerli qohumlar, kardeşler, aksakallar, hamımız bura gələcəyik. Hamımızı burada Allah Teala karşılayacak. Onun mələkləri, Peygamber sallallahu aleyhi ve sellem diyor ki, insan dünyasını dəyişəndə o qəbrinə qoyulub, insanlar onu tərk eləyib, hətta sonuncu insan gedəndə Allah Teala 2 dənə mələk göndərir. O mələk gəlib onu durğuzub otustururlar. Ona suallar verirler. Rabbin kimdir? Kimdir senin peygamberin? Nedir senin dinin? Eğer düzgün cevap verirse Allah Teala onu müjdeleyecek. Eğer düzgün cevap verebilmezse Allah Teala əzabla müjdeleyecek. İstəyirsən buna iman getir. İstəyirsən inanma. Vallahi ve billahi ve tallahi bu olacak. Sen bura geleceksen, karşılaşacaksan bu dar mekanla hazırlaş. Ola bilər sənə biraz qəribə gəlir. Vallahi olacak. Buradan keseceksen, çünkü bura geldiğinde yakın inanırsansa,
Burada varsansa seni var eləyən var. O var eləyən yox eləyəcək. Burada səni yox eləyəcək. Sonra yenə var eləyəcək. Səndən soruşmaq üçün nələr etdin? Mənim razılığım üzərində yaşadın yoxsa yox? Mən Allahdan istəyirəm ki, Allah Teala bütün müsəlmanlara rəhmət eləsin. Allah Teala günahların bağışlasın. Bizim bu dediklərimiz sizə olan şəfqətimizdən, sizə olan hörmətimizdən, sizə olan qayğımızdandır. Ola bilsin bəlkə sizə belə şeylər demirlər, lakin eşidin. Bilin ki, bu Allahın dinidir. Burada çox şey eləmək olar. Üzərində bəlkə uza qəsr də tikmək olar, lakin fayda verməyəcək. Ona fayda verməyəcək. Bugün burada ona fayda verən mənim və sənin. Onun üçün deməkdir ki, ya Rab onu bağışla. Sorğu-sualını asanlaşdır. Onun qəbrini gözünün gördüyü son nöqtəyə qədər genişləndir deməkdir. Və salam, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərində gəlib, İslamda gəlib ki, hər bir insanın samada bir qapısı var. Əməlləri qalxır ora və oradan ruzusu enir. İnsan dünyasının dəhşisi o qapı bağlandı. Nə oradan ruzu gəlməyəcək, nə də əməllər qalxmayacaq. Və salam, artıq bitdi. Allah Teala günahlarını bağışlasın. Allah Teala səbir versin yaxınlarına. Allah Teala hər birimizə özünə itaətdə və ibadətdə xeyirli ömür versin. Sünnədə Peyğəmbər sallallahu aleyhi ve sellemin dinində bu gəlib. Biz müsəlman olaraq əlimizdən bu gəlir, onu yumaq, kəfənləmək, ona cənazə namazı qılmaq, onu gözəl şəkildə dəfn eləmək və dəfn eləyəndə dinlə öyrədib onu demək. Bismillah, yəni qəbrə qoyanda gördünüz. Biz dedik ki, Bismillah Allahın adı ilə alə sünnət Rasulillah. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi üzərində biz onu dəfn edirik. Müsəlman belə dəfn olunur. Xurafatlar və əlavə şeylər yoxdur. Bu başdaşı qızıldan da olsa, mən sizə sual versəm ona fayda verəcək, deyəcəksiniz ki, yox. Əgər fayda verməyəcəksə, fayda verən nədir onu eləyək. Allah Teala bağışlasın, Allah Teala səbir versin, Allah Teala yaxınlarına səbir versin, günahların bağışlasın. Hamımıza Allah Teala gözəl, xeyirli sonluq nəsib eləsin.